Değerli izləyicilər, xoş gördük sizləri. Künc Bucağın bugünkü efirində dəyərli alim Professor Nəsib Nəsiblidir. Nəsib müəllim, xoş gördük sizi. Siz də xoş gəldiniz. Nəsib bəy, bildiyiniz kimi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələlər gündəmdən düşmür. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir? Ramiz Mehdiyev mövzusu mənim üçün də tanış mövzudur və dəfələrlə o hakimiyyətdə olanda, ölkənin ikinci şəxsi olanda mən onu tənqid eləmişəm. Çünki bu ölkədə əgər birinci türk düşmanı adını vermiş olacaq şəxs axtarsaq, bu da Ramiz Mehdiyevdir. Elə o vaxt hakimiyyətdə olanda da mən onun haqqında bu fikri demişdim. Eyni zamanda o Borçalı məsələsində də bizim ən çox tənqid etdiyimiz şəxslərdən birisi idi. İndi cinayət işi açıblar, istintaq gedir. Onun barəsində mən bir şey deyə bilməyəcəm və istintaqın sonunu gözləyib görək ya, nə qərar verəcək. Həmin dövr deyirsiniz, onu tənqid etmişsiniz. Sizə şəxsən bir pis münasibəti vardımı? Səbəb nə idi? Maraqlıdır. Şəxsən mənə çox pis münasibəti olub, amma o səbəb olmayıb. Səbəb olan onun o türkçülüyə qarşı mübarizəsi olub. Onun o Sovet qalıqlarını müdafiə etməsi olub. Onun Rusiyanın əsas buradakı deməli o rezidenti olması olub. Səbəblər bu idi. Əlbəttə mənim o yazdığım məqalələrdən dolayı onun da mənə münasibəti dəyişib və məni düşmən olaraq qəbul edib. Belə. Onun o düşmənçiliyi sizin karyeranıza hər hansı mənfi təsiri olub yoxsa? Olub əlbəttə. Əlbəttə olub. Amma bu şəxsi səviyyəyə endirməyək lütfən bu məsələni. Nəsib bəy, Ramiz Mehdiyevin tərəfdarlarının parlamentdə, hökumətdə çoxluq təşkil etdiyini deyənlər var. Sizcə deyilənlər nə dərəcədə doğrudur? Ölkəyə uzun müddət, hətta bir müddət birinci şəxs olaraq rəhbərlik etmiş və daha sonra da ikinci şəxs rolunda daxili siyasətin və xarici siyasətin qismən o formalaşmasında birbaşa rolu olan bir şəxsin əlbəttə ki, burada o maraqlarını, mövqeyini müdafiə edən onlarla insan var. Və inzibati orqanlarda, dövlət orqanlarında onlar çoxluqdadılar. Və mətbuatın yazdığı kimi onlar da soru-suala çəkilirlər falan. Bu çox normal bir işdir. Yəni, əgər bir adam dövlət çevrilişində ittiham olunursa, deməli onunla əlaqədə olmuş hər hansı bir şəxsi belə istintaqa cəlb eləmək ehtiyacı yaranır. Nəsib bəy, söhbətimizin əvvəlində onun türk düşməni olduğunu qeyd etdiniz. Maraqlıdır, o soy kökünə görə türk deyilmi? Bir tarixçi, alim kimi sizin araşdırmanız varmı bu barədə? Əvvələn o deyir ki, Azərbaycanda ümumiyyətlə türk ünsürü çox azdır və bu türk deyil. Azərbaycanlı demək nə deməkdir? Yəni, milliyyəti məlum olmayan bir toplum deməkdir. Və 93-cü ildə hakimiyyət dəyişikliyindən sonra o seri məqalələr yazdı. Türkçülüyün əski bir keçmişdən qalan bir qala olduğu və mürtəcə bir rol oynadığı, onun əvəzində isə Azərbaycançılığı qoydu. Seri məqalələrdə bunu deməli ortaya qoydu. Ondan sonra bu akademiya və universitet mənsublarına dedilər ki, bu mövzuda məqalələr yazın, bu günə qədər davam edir. Yəni Ramiz Mehdiyev hakimiyyətdən getdi. Hətta dediyiniz kimi yapdan qovulmaq o perspektivindən qarşı-qarşıyadır, amma o Ramiz Mehdiyevçilik davam edir. Yəni bu ölkədə Türk Dövlətləri Təşkilatının qurucu, təsisçi, üzvü olan Azərbaycan Respublikasında türk millətinin varlığı inkar edilir. Bu da ən çox Ramiz Mehdiyevin adından bağlı bir məsələdir. Sizcə o tarixdə necə qalacaq? Tarixdə Sovet məmuru,
və yumşaq desək ziddiyyətli bir şəxs olaraq qalacaq. Amma şəxsən mənim görüşüm, o vaxt da belə hesab edirəm, indi də hesab edirəm, mənfi bir şəxs kimi qalacaq. Mənim xatirimdə. Çox sağ olun Nəsib bəy, müsahibət üçün təşəkkür edirəm. Siz sağ olun.